Midaura klinikasında rinoplastik əməliyyatından sonra iflic olan 34 yaşlı Nigar Budaqlı dünyasını dəyişib. Bu barədə Unikala mərhumun bacısı İlhamə Budaqlı məlumat verib. Xatırladaq ki, Nəsim rayon məhkəməsi Midaura klinikasında rinoplastik əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlı komaya düşməsi ilə bağlı cinayət üzrə hökm elan edib. Hakim Anar İbadsazadənin sədri ilə keçirilən prosesdə lor estetik cərrah Yaqub Əsədi və anesteziyoloq Cəmilə Əliyeva sərənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunublar. Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkinə ödənilməsinə qərar verilib. Qeyd edək ki, ötən il aprel ayında Bakıda yerləşən Midaura klinikasında rinoplastik əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə o sağlamlığını itirib və yataq xəstəsi olub. Hadisədən sonra Nigar Budaqlının anası Nəsim rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb. Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor estetik cərrah Yaqub Əsədi və anesteziyoloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 314.2, yəni sərənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham rədd edilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.